Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Mərhum xalq artisti Yaşar Nurinin qızı Ülker Yaşar qızı bacısı vəfat edəndən bir neçə gün sonra efirə çıxmasına görə tənqid olunub. Xəbər verilir ki, Ülker efirdə və sosial şəbəkədə onu tənqid edənlərə cavab verib. Sözüm efirdə olan insanlardadır. Boş və çox danışırlar. Niyə həmişə mən hədəf oluram? Mənim ağrım və acım mənə aiddir. Məni nədənsə qınamaq nəyə lazımdır? Bu gündən sizin üçün də ola bilər. Qorxmursunuz, məni yiyəsiz görmürsünüz, arxamda Allah dayanır. Efirdə danışanlar və şərh yazanlar, gelin işinizlə məşğul olun. Mənim acım mənə aiddir. Qeyd edək ki, Yaşar Nurinin qızı Ülviyə bir müddət əvvəl qəfil ürək tutmasından vəfat edib.